Yaxşı, nə ilə məşğulsan? Əsgərlikdən təzə qayıtmışım. Görürsən də atanla oyun çıxardı. Heç ağla sıxan iş deyil. Yəqin, siz də elə güman edirsiniz ki, onun təqsiri yoxdur. Daha kim belə güman edir? Mən. Yaxşı, gəl bu işə kənar adamın gözü ilə baxaq. Atan sexi partladı, milyonlar havaya sorulub, istehsalat dayanıb, bəs buna nə deyirsən? Axı atam yazıb, dəfələrlə xəbərdarlıq Düz eləyib. Gərək bu sayaqda davam eləyəydi. Hayat ondan hövsələsi çatmadı. Əvvəl axır istədiyinə çatacaqdı da. Dama göl olar deyiblər. Hara tələsirdi. Axı nəyi çatmırdı onu? Dərk eləmədi. Fikirləşmədi kimlə mübarizə aparır. Axı nə sübut elədi? Kimə sübut elədi? Mənə? Yox. Yuxarıdakılara? Qətiyyən yox. Sonraki gec olardı. Heç nə gec olub eləməzdi. Bizim də az çox səriştəmiz var. Sənə yüzlərlə zavod göstərərəm ki, hələ də Nuh əyyamından qalma dəzgahlarda işləyirlər. Nə olsun? İndi hamımız balta çəkiz götürüb düşək onların üstünə sındıra, bəlkə partladaq. Yox. Gərək olmayan hər şeyi partlatsa, müharibə bunun yanında toya getməli olar. Onun yerində siz olsaydınız necə eləyərdiniz? Şəxsən mən? Bəli, şəxsən siz. Hamı yaxşı bilir ki, Həsənov gürültülü sözlər xoşlamır. Amma sənin atanın yerində olsaydım, tərəddüd eləmədən, hər şeydən əvvəl Respublikanı düşünərdim. Son vaxtlar qəzet zad oxuyursan? Hərdən bir. Çox nə? Hər yerindən duran Respublikanı günahlandırır. Nə bilim, burada çatışmamazlıq, orada səhlənkarlıq, hər şey sökülür, dağılır. Məyər təkcə bizdə belədir? Hı? Yoxsa başqaları kommunizm qurur? Xeyr. Amma necə? Biz də elə. Bu vəziyyət 1 il olmayıb, 5 il olmayıb. Elə indi də tələstirirlər. Atan kimi elə bil onların da hövsələsi çatışmır. İndi mənim də dilim gödəlir. Ağzımı açan kimi üstümə düşürlər ki, sizdə sexləri partladırlar.